bu mətbuat konfransı yalnız hesabat doğrusu deyil. Son illər Paşa Kapital dediğiniz kimi çox böyük nailiyyətlər əldə etmişdi. Kapital bazarlarının inkişaf etməsində mühüm rol oynamışdı. Şirkətin növbəti illər üçün 2027-2029-cu il üçün strateji inkişaf planı hazırlanması əsas hədəflərimizdən biridir. Bazarlarına etimadın artırılması istiqamətində biz hesab edirik ki, açıq və şəffaf kommunikasiya olduqca vacibdir və biz investisiya şirkətləri olaraq bu sırada öncüllərdən olmalıyıq. Paşa Kapital olaraq biz bu gözəl ənənəni bu ildə davam etdirdik. Yeni formalaşan rəhbərlik olaraq 2025-ci ilin nəticələrinə baxdıq, əsas artım trendlərini və dinamikanı izlədik və gələcək strateji dövrü üçün keçid prioritetlərimizi mətbuata açıqladıq, onların suallarını cavablandırdıq. Bir daha bu fürsətdən istifadə edib mətbuat konfransımızda iştirak edən dəyərli media nümayəndələrimizə təşəkkür etmək istəyirəm.